Bismillahirrahmanirrahim. 6. Quranda şeytan deyildikdə nə başa düşülür? Şeytan sözü şatana kökündən götürülmüşdür. Şətinun, alçaq və şərəfsiz mənasını bildirir. Şeytan itaətdən çıxan, üsyankar varlığa deyilir. İstər insan olsun, istər cin, istərsə də digər canlılardan. Haqdan uzaq olan ruh mənasında bildirir. Bunların hamısında əslində bir ortaq məxrəc vardır. Qeyd etməliyik ki, şeytan sözü ümumi isim olub. İstər insanlardan, istərsə də qeyri-insanlardan olan istənilən üsyankar, əziyyət verən məxluqa deyilir. İblis isə xüsusi isim olub. Adəmi aldadaraq yoldan çıxaran şeytanın adıdır. O, indi də öz qoşunu ilə insanları yoldan çıxarmaqla məşğuldur. Şeytan sözünün Quranda işlədildiyi ayələrdən də məlum olur ki, bu söz əziyyət verən istənilən varlığa şamil olur. Özü doğru yoldan uzaq düşüb, başqalarını da həmin yoldan azdırmağa cəhd edən, başqalarına əziyyət verməyə, ikitirəlik, fitnə fəsad yaratmağa çalışan varlığa şeytan deyilir. Necə ki, ayələrdən birində deyilmişdir. Şübhəsiz ki, şeytan aranıza ədavət və kin salmaq istər. Maidə surəsi, 91-ci ayə. Bu ayənin ərəbcə orijinalındakı yurid, istər feilinin indiki gələcək zamanda olduğunu və indiki zaman feilinin davamlılığa dəlalət etdiyini nəzərə alsaq, belə nəticəyə gəlirik ki, deməli şeytanın bu istəyi həmişəlikdir. Digər tərəfdən, Quranda şeytanın yalnız bir varlığa deyil, müxtəlif varlıqlara, hətta insanlar arasındakı pis adamlara da şamil edildiyini görürük. Məsələn, ayələrdən birində deyilir, beləcə biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Ənam surəsi, 112-ci ayə. İblisə də şeytan deyilməsi, onun fəsad törətməsi, pis işlərə çalışması ilə əlaqədardır. Hətta bəzi hallarda mikrob və viruslara da şeytan deyilir. Məsələn, Əmir əl-Möminin Əli əleyhissalamdan nəql edilmiş bir hədisdə şeytan sözü məhz bu mənadadır. Qabın sınıq və dəstəyi tərəfindən su içməyin. Çünki şeytan qabın sınıq və dəstək tərəfində oturur. Biharul Ənvar, cild 64, səhifə 469. İmam Sadiq əleyhissalam buyurmuşdur. Su küzəsinin dəstək və sınıq tərəfindən su içməyin, çünki ora şeytanın su içdiyi yerdir. Biharul Ənvar, cild 63, səhifə 468. Həzrət Peyğəmbər salavatullah buyurmuşdur. Bığlarınızın ucunu çox uzatmayın, yoxsa orada şeytan özünə məskən salar. Biharul Ənvar, cild 73, səhifə 112. Beləliklə də məlum olur ki, şeytan sözünün mənalarından biri də zərərli mikroblardır. Lakin bu o demək deyil ki, harda şeytan sözü varsa, məhz mikrob mənasındadır. Sadəcə onu bildirmək istəyirik ki, şeytan sözünün bir çox mənası vardır və iblis və qoşunu onun nümunələrindən biridir. Onun digər nümunəsi pis insanlardır. Bəzi hallarda isə zərərli mikroblar mənasında da nəzərdə tutula bilər. Diqqət edin, Allah şeytanı nə üçün yaratmışdır? Bəzi insanlar belə bir sual verirlər ki, şeytan insanı yoldan çıxaran bir varlıqdırsa, bəs onda Allah Taala nə üçün onu yaratmışdır? Ümumiyyətlə, onun varlığının fəlsəfəsi nədir? Bu suala cavab olaraq qeyd etməliyik ki, əvvəla Allah Taala şeytanı şeytan olaraq yaratmayıb. O, uzun illər mələklərlə birlikdə olmuş, lakin sonradan öz azadlığından sui-istifadə edərək fitnə fəsadın təməlli qoymuşdur. Deməli, o, əvvəlcə pak olaraq yaradılıbmış, ancaq öz istəyi ilə yoldan çıxmışdır. İkincisi, şeytanın varlığı imanlı insanlar və haqq yolunun yolçuları üçün heç də zərərli deyil. Əksinə, onların inkişafına daha da yaxşı təsir edir. Çünki təkamül və inkişaf məhz ziddiyyətlər olan yerdə mümkündür. Bir qədər də aydın desək, insan güclü düşmənlə üz-üzə gəlməyincə öz qüvvəsini səfərbər etməz. Güclü düşmənlə qarşılaşmaq insanın öz gücünü səfərbər etməsinə zəmin yaradır. Onu böyük uğurlar əldə etməyə səsləyir. Müasir dövrün böyük filosoflarından biri demişdir. Dünyada elə bir parlaq sivilizasiya olmamışdır ki, hansısa xarici bir qüvvənin hücumu nəticəsində yaranmasın. Əgər sən də Quranı dərk edərək oxumaq istəyirsənsə, abunə ol və birlikdə öyrənək.